Və elə anonslarda təqdim etdiyimiz məsələ ilə davam edəcəyik. Azərbaycanda orta aylıq əmək haqqı modelindən saatlıq əmək haqqı modelinə keçid ediləcək deyirlər. Və bu söz-söhbətlər bəzilərini sevindirir ki, nə yaxşı, bir neçə yerdə işləyəcəm, 2 saat burada, 3 saat orada və yaxşı pul qazanacağım. Bəziləri də düşünür ki, ay aman, mənim 5 saatlıq işim 2 saata düşsə, bəs bu necə olacaq? Ümumiyyətlə, bu məsələ insanların cibinə, maaşına necə təsir göstərəcək? Bu məsələni də millət vəkili Azər Badamovla müzakirə edəcəyik. Sabahınız xeyir olsun, Azər bəy. Sabahınız xeyir olsun. Azər bəy, bu saatlıq əmək haqqı söz-söhbətinin nə əsası var, nə qədər əsası var və ümumiyyətlə bu sistemə keçid nə qazandıracaq insanlara? Hal-hazırki qanunvericiliyə görə Azərbaycan Respublikasının əmək məcəlləsində, məcəlləsinin 89-cu maddəsində gündəlik iş norması 8 saat müəyyən olunub. Həftəlik iş norması isə 40 saat, bir aylıq isə 158.5 saat iş norması müəyyən olunub. Və ölkəmizdə minimum əmək haqqı tətbiq olunur. Minimum əmək haqqının məbləği də 400 manatdır. Bəli. Son vaxtlar saatlıq minimum əmək haqqının tətbiq olunacağı ilə bağlı fikirlər müzakirə olunub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində də bununla bağlı qanunvericiliyin qanun layihəsinin hazırlandığı ilə bağlı məlumatlar verilmişdir. Amma Milli Məclisə bununla bağlı konkret bir qanun daxil olmadığından saatlıq əmək haqqı ilə hansı məsələlərə aydınlıq gələcəyi, necə normalar müəyyənləşəcəyi ilə bağlı fikir yürütmək biraz çətindir. Amma saatlıq əmək haqqı beynəlxalq təcrübədə mövcuddur. İnkişaf etmiş ölkələrdə işləyənlərə saat hesabı əmək haqqı ödənilir. Hər bir halda saat hesabı əmək haqqına keçid olanda bu iş vaxtında əldə olunacaq əmək haqqının məbləği ölkədəki minimum əmək haqqından aşağı olmamalıdır. Bu birincisi. Hesab edirəm ki, burada bir neçə amil nəzərə alınmalıdır. Bu sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənməli bir prosesdir. Çünki minimum əmək haqqı tətbiq olunaraq 8 saatlıq iş norması çərçivəsində hər bir işləyənin pensiya hüququnun müəyyənləşdirilməsi də nəzərdə tutulub. Amma saat hesabı iş vaxtına keçid olunarsa, bu hüquqlar, mədəniyyət hüququ, pensiya hüququ necə reallaşacaq məsələlər də qanunvericilikdə öz əksini tapmalı məsələlərdir. Minimum əmək haqqı, minimum saat hesabı əmək haqqının müəyyənləşməsi həm də ki, bu sistemi tətbiq edən ölkələrin təcrübəsində və insanların əmək haqqlarının daha da artmasına təsir göstərdiyini biz müşahidə edirik. Çünki hər bir işləyən üçün daha çox əmək haqqı almaq məqsədi ilə bir neçə yerdə işləmək imkanı təklif olunmuş olur bu sistemlə. Bəzi insanlar var ki, onlar günün birinci yarısında bir yerdə işləsinlər, sonra da digər bir hissəsini isə daha başqa bir xidmət sahəsində fəaliyyət göstərib, daha çox gəlir əldə etmək bir işləsinlər və bu imkanı saat hesabı əmək haqqı tətbiq etməklə bu imkanına malik olmaq mümkündür. Yəni, üstün cəhətləri çoxdur. Qanun layihəsi konkret şəkildə bizə gəlmədiyindən hansı dəyişikliklərin olacağı ilə bağlı fikir yürütmək çətindir. Amma bir şey deyə bilərik ki, əgərləri bu səmərəli bir sistem olmasaydı, inkişaf etmiş ölkələrdə bu sistemdən istifadə olunmazdı. Əla. Çox təşəkkür edirik. Minnətdarıq, dəyərli vaxtınızı ayırıb bizimlə əlaqə yaratdığınızda görə Üstünlükləri çoxdur yəni. Elə deyirlər. İndi görək zaman nə Azərbaycanda bu hansı formada özünü göstərəcək? Əslində, hər inkişaf etmiş ölkələrdə təcrübədən keçən məsələlər bəzən özünü doğrultmur. İndi bizdə necə təsir göstərəcək, onu da yaşayıb görəcəyik. İnşallah yaxşı olar. Sizdən gələnlərlə davam edirik. 15 nömrəli keçilən marşrutu